hər vaxtınız xeyir, əziz və dəyərli tamaşaçılar. Hər birinizi Sağlam Səhət verilişində yenidən xoş gördük. Bugün biz un istehsalı və un məmulatlarının sağlamlığımıza təsiri haqqında söhbət aparacağıq və suallarımızı Abadçı Ömər Paşayev və qastrentoloq Leyla Məmmədli cavablandıracaq. Un məmulatları sağlamlıq üçündür, yoxsa bizi tox saxlamaq üçün? Onların hərəsinin ayrı-ayrılıqda orqanizma xeyirləri müxtəlifdir. Tam buğda unu rasionumuzda niyə qalmalıdır? Buğda nədirsə, buğda təmizlənir, daş dəymanda öyünür. Çörək xəstəliyi kimləri haqlaya bilər? Arpa unudur və çovdar unudur. Bu unları qətiyyən yemək qadağan edilir. Gluten çörəyin tərkibinə necə ayaq açdı? Çörək sexləri öz çörəklərini daha keyfiyyətli göstərməkdən ötürü, belə yumşaq göstərməkdən ötürü bəlkə də bu yola getdilər, glutendən çox istifadə etdilər. Abadçı Ömər Paşayev və qastrentoloq Leyla Məmmədli geniş izah edəcək. Sağlam səhhətdə. Sağlam Səhətə baxırsınız və qonaqlarımız Abadçı Ömər Paşayev və qastrentoloq Leyla Məmmədlidir. Xoş gəlibsiniz hər ikinizdə və biz bugün qonaqlarımızla un istehsalı və un məmulatlarının sağlamlığımıza təsiri haqqında söhbət aparacağıq. İstəyərdim söhbətə Abadçı qonağımızla başlayaq. Ömər bəy, neçə ildir un istehsalı ilə məşğul olursunuz? Əvvəla salamlayıram sizi, dəvətiniz üçün təşəkkür edirəm. Bizdə un istehsalı deyəndə bizdə dəyirman elə gözümüzə açılan dəyirman görmüşük. Dəyirman bizə ulu babamızdan qalıb, yəni babamdan atama qalıb, atamdan bizə qalıb. Biz daima bu daş dəyirmanda, su dəyirmanda deyək, bu unları üyütməklə məşğul olmuşuq. Qonşu kəndlərə zada, yəni öz əhatəmiz dairəsində üyüdürdük. Və elə oldu ki, biznes plan beynimizə düşdü. 2019-cu ildə elə bil ki, qonşu kanalların birində Abadçı verilişi gedirdi. Abadçı verilişinə baxdım və orada Abada necə müraciət eləmək lazımdır, axırda göstərildi. Ona görə onlayn şəkildə Abada müraciət elədim, biznes planımı göndərdim. Gəlib dəyirmana baxdılar və qəbul olundum. 6 ildir Abadçıyam. Un istehsalıyla məşğulam. Dəyirmanı biz yalnız filmlərdə görmüşük. Mən şəxsən ancaq filmlərdə bir epizod olaraq görmüşəm. Və çox maraqlıdır ümumiyyətlə dəyirman və nağıllarımızın da bəzəyidir o dəyirmançılar, dəyirmanlar. Bununla bağlı sizə ayrıca suallarım olacaqdır Ömər bəy. Və istərdim söhbətə Leyla xanımla davam edək. Leyla xanım, hazırda masamızın üzərində növ-növ unlar var. Təbii ki, bunların fərqi ilə bağlı Ömər bəy bizə açıqlama verəcəkdir. İstərdim ümumiyyətlə orqanizmimizə un və un məmulatlarının təsiri haqqında məlumat verərdiniz. Əvvəla mən də hamını salamlayıram. Çox sağ olun dəvətinizə görə. Ondan başlamaq istəyirəm ki, ümumiyyətlə un məmulatı nədir? Un müxtəlif taxıl məhsullarından alınan dəyirman vasitəsilə üyüdülən bir qida məhsuludur və təkcə bizim bildiyimiz buğdadan deyil, həmçinin qarğıdalıdan, düyüdən, qarabaşaqdan, biz postsovet məkanı olaraq çox rus sözləri işlədirik, el arasında qreçka deyilir. Çox adam da qreçka kimi tanıyır. Çox adam qreçka kimi tanıyır. Sonra nut deyirlər, noxuddan hətta noxud unu da olur. Bəli, noxud unu da olur. Ömər müəllim daha yaxşı bilər onu. Çox un növləri var və onların içində glutensiz, onlara birazdan biz qayıdacağıq o söhbətə. Glutensiz unlar var, glutenli unlar var, tam buğda unu var, kəpəkli unlar var və çox, yəni növləri, unların növləri çoxdur və onların hərəsinin ayrı-ayrılıqda orqanizma xeyirləri müxtəlifdir. Mən ümumi bir istəyirəm üstündən keçək. Un məmulatı birinci növbədə bədəni enerji ilə təmin edir. Yüksək səviyyədə karbohidratlar olduğuna görə tərkibində yüksək dərəcədə enerji mənbəyidir. İkincisi, tərkibində çox yüksək səviyyədə minerallar və vitaminlər var. Vitamin B qrupası var ki, birbaşa bizim sinir sistemimizin yaxşı funksiyalarının yaxşı idarə olunmasında çox böyük rolları var. Ondan əlavə maqneziumdur, marqanisi, sonra fosfordur, bu kimi əlavələr və vitaminlər
və minerallar var ki, hansı ki, bütün orqanizmin bərpasında yaxından iştirak edirlər. Tərkiblərində zülal var. Zülal bütün bədənin, hüceyrələrin yenidən bərpa olunmasının bu həmin funksiyanın bərpasında bərpa edir, həmin funksiyanı bərpa edir. Bu qədər, yəni. Bəs Ömər bəy, artıq deyirsiniz ki, bizdə nəsildən nəslə keçən bir ənənə var. O dəyirmanı biraz modernləşdirməyə ehtiyac varmı? Yoxsa elə dədə-babadan hansı dəyirmanda o dəyirmanla da davam edirsiniz? Yox, zaten biz ABAD-a müraciət eləyəndə ABAD-ın texnoloqları gəlib baxış keçirdilər. Yəni indi daşlar, köhnə qədimi daşlar olsa da, yəni indiki müasir standartlara cavab verəcək bir səviyyəyə gətirmişik. Yəni həm ABAD-ın mütəxəssisləri, həm Qida Təhlükəsizliyi Agentliyi mütəxəssisləri gəlib nəzarət edirlər. Hətta sizə deyim ki, məsələn, indi dəyirmanım, məsələn, bizim dəyirman tam müasirləşib, günün 12 saatı infraqırmızı şüalarla yəni dezinfeksiya olunur ki, orada bakteriyalar, əlavə viruslar, əlavə nəsə bir ziyan verici nəsə bir şey olmasın orada. Ona görə 12 saat biz onu dezinfeksiya edirik, 12 saat işlədirik. Bir ay ərzində bir dəyirman nə qədər un istehsal edə bilir? Dəyirman ümumiyyətlə daşlar, dəyirman daşları saatda hardasa 20 kiloqrama yaxın buğda üyüdə bilir. İndi bizdə işimiz artdıqca dəyirmanların sayını artırırıq. Ona görə yəni çatdıra bilir. Dəyirmanların sayı artır, deyil mi? Bəli. Bəs hazırda masanın üzərində müxtəlif növ unlar var. Bunlarla izləyicilərimiz və bizi tanış edə bilərsinizmi? Bizim ən çox bildiyimiz nədir? Kəpəkli un deyirik, buğda unu deyirik, yulaf unu deyirik, amma orada başqa çeşidlər də var. Buyurun, ayağa qalxıb göstərə bilərsiniz. Bizdə burada 6 çeşid unumuz mövcuddur. 2 çeşid kəpəyimiz. Çovdar unumuz var, çovdarın üyməsindən alınır. Sonra tam buğda unudur, buğdanı tam şəkildə. O tam unun aydınlıq gətirə bilərsinizmi? Tam buğda unu dediyimiz nədir? Tam buğda unu, yəni buğdanın əsas mineral hissələri, əsas vitaminləri buğdanın qabığında olur. Qabığında olan vitaminləri, məsələn, rafinə olmuş unlarda bu qabıq hissə ayrıldığı üçün ancaq nüvə hissəsindən, yəni un alınır. O un da yəni glutenlə zəngin olur, bağırsaqlarda soğurmada problemlər yaradır. Ancaq tam buğda ununda buğdanın qabığı unla bir yerdə üyündüyü üçün buğdanın qabığının tərkibində olan B kompleks vitaminlərdir, sonra dəmirdir, sinkdir, maqneziumdur, həkimimiz daha yaxşı izah edə bilər. Bunlar hamısı unun tərkibində qalır. Ona görə də insan orqanizması üçün, insan həzmi üçün ən münasib un tam buğda unudur. Tam buğda unudur. Bu tam buğda ununun tərkibində, buğdanın tərkibində nə minerallar, nə vitaminlər varsa hamısı unun tərkibində qalır yəni. Biz bu unu üydəndə bura nə saxlama müddətini artırmaq üçün, nə rəngləndirmək üçün və yaxud da necə deyim, dadını dəyişmək üçün heç bir əlavə qatmırıq. Buğda nədirsə, buğda təmizlənir, daş dəymanda üyünür. Təmiz buğda unu nə rəngdə? Təmiz buğda unu rəngi necə olmalıdır? Satışda dümağappaq unlara rast gəlirik. O dümağappaq unlar rafinə olunmuş unlardır. Onlar orqanizm üçün zərərli unlardır. Məsələn, bu əlimdə gördüyünüz bu yerli sort buğda unundan üyüdülmüş undur. Biz hansı sort buğda üyüdürüksə, buğdanın unu da həmən rəngə çalır. Məsələn, biz ABAD-a bu vaxta qədər tam buğda unu bunu verirdik, yerli sortlardan verirdik. İndi biz təzə araşdırma aparmışıq, onların sayını artırmaqdan ötürü maraqlandıq ki, cənub bölgəmizdə Cəlilabadda sarı buğda deyilən qaraqılçıq tarixi dədə-baba sortu buğda əkilir. Bu buğda unu hansı ki, bu buğdaların yəni genetikasına heç bir modifikasiya olunmuyor. Yəni tam dədə-baba nətər buğda qalıbsa, yeganə həmən buğda sarı rəngdə olur. Aldığımız un da görürsünüz ki, o ondan fərqli olaraq. Onu hansı adla marketlərdə axtaraq, Ömər bəy? Bu Türkiyədə olur. Sarı buğday unu Türkiyədə var. İndi biz də istehsalata başlasaq, yəqin ki, üstünə sarı buğda unu yazarıq. Sarı buğda ununu da axtaraq tapaq. Demək ki, ən təbii, geni modifikasiya olunmamış. Bəli, geni modifikasiya olunmamış buğda növüdür. Yəni bu qədimdən qalan buğda növüdür. Bu ancaq cənub zonasında Cəlilabadda əkilir. Onda gərək o buğdanın istehsalını da onlar artırsınlar, deyilmi? Var, istehsalat var. Bu buğdadan ən çox şişirdilmək üçün bu popkorn kimi şişirdirlər, onda istifadə edirlər o sarı buğdadan. Bir də bu Novruz bayramı qabağı hədik deyirlər, hədik hazırlayırlar və yaxud da səməni qoymaq üçün o buğdadan istifadə olunur. Amma geniş, yəni belə əkilmir. Ancaq cənub zonasında əkilir. Ömər bəy, baxın, sadəcə bir un istehsalı həm də nə qədər kənd təsərrüfatına dəstəkdir. Deyilmi? Həm kənd təsərrüfatına. Siz bunu istehsal etdikcə ununu artıq gərək əkinçilər də bunun əkini ilə məşğul olsunlar. Bəli, tək buğda deyil, qarğıdalısıdır, məsələn, yulafıdır, düyüsüdür. Yəni həm əkinçilər üçün
məhsullarını satmaq üçün həm bizə müraciət edirlər, biz o məhsulu alırıq, həm də biz Abad vasitəsilə bu məhsulları bazara çıxardaraq şəhər əhalisinin bu dəyirman unlarına əl çatanlığını asanlaşdırmış oluruq. Buna görə də Abada sonsuz təşəkkürümü bildirirəm ki, yəni həm bizim satışımızı həyata keçirir, həm də şəhər əhalisinin tam buğdunu, əl çatanlığını elə bil ki, hipermarketdə təmin edir. Paketləşmə çox gözəldir. Bu sizin ideyanızdırmı, yoxsa Abad mütəxəssislərinin? Qarşılıqlı işləmişik. Abad mütəxəssisləri ilə bir yerdə qarşılıqlı işləmişik. Həm mənim ideyamdır, həm onların ideyasıdır. Yəni ortaq bir nəticəyə gələrək bu rəngləri bu çeşidlər almışıq. Ən kiçik paketdə nə qədər unu var Ömər bəy? Kəpəklər yüngül olduğu üçün kəpəklər buğda kəpəyim var, yulaf kəpəyim var. Bunlar 250 qram yerləşir, yəni qablaşmada 250 qram. 250 qram satırsan, bir dəfəli istifadə üçün olsun. Bəli, amma bu unlar 400 qramdır, bu dietik unlar 400 qramdır. Aha, dietik unlarda bir aydınlıq gətirəcək. Hansı undur dietik un? Dietik un deyəndə, məsələn, bəzi taxıl növləri var ki, indi həkim daha da yaxşı bilər. Onların tərkibində gluten ümumiyyətlə yoxdur. Gluten insan orqanizması üçün tam zərərli bir şeydir. Yəni biz bu çörəyi, məsələn, bu buğda çörəyinin əgər kəpəyi bunun qarşılığında olanda bu gluteni həzm olmasına rahatlaşdırır. Həzm olunur, sorulur. Əgər bunun tərkibində kəpək olmasa, gluten elə bil ki, gluteni sizə necə izah edeyim, çörəkin məhsulu nə qədər un məmulatı belə süngər kimi yığılıb açılırsa, belə yumşaqdırsa, rezin kimi isə bəli. Məsələn, bu bulka məmulatlarında çox istifadə olunur. Məsələn, çörəyi belə təndir çörəklərində istifadə olunur. Gözə gəlimi eləmək üçün hətta mən görmüşəm ki, o rafinə olunmuş onlara əlavə olaraq da gluten əlavə edirlər ki, o çörək biraz belə yumşaq olsun, süngər kimi olsun. O da orqanizmə çox zərərli bir şey. Amma elə taxıl növləri var ki, məsələn, düyüdür, qarabaşaqdır, qarğıdalıdır. Bunların tərkibində ümumiyyətlə gluten olmur. Ona görə biz bunları üydəndə təbii ki, biz heç bir qatqıdan istifadə eləmədiyimiz üçün onlar da tam glutensiz unlar olur. Bunlar da ki, indi yenə həkim izah eləyəcək, glutenə qarşı həssaslıq olan insanlar, uşaqlar, sonra çölək xəstəliyi var, həkim bilər, o xəstəliyi olan insanlar bundan asanlıqla istifadə edə bilərlər. Ömər bəy, buyurun, o zaman söhbətə Leyla xanımla davam edək. Bu gluten məsələsinə də aydınlıq gətirərdiniz, doktor. Bəli, belə bir xəstəlik var, çölyak xəstəliyi. Glutenə həssaslıq olan zaman çölyak xəstəliyi diaqnozu qoyulur. Və o zaman tam buğda unudur, arpa unudur və çovdar unudur. Bu unları qətiyyən yemək qadağan edilir xəstələrə. Deməli, unlar qarğıdalı ununu məsləhət bilirik, qarabaşaq ununu və düyü ununu məsləhət bilirik. Burada da tam glutendən azad unlardır ki, bunları istifadə eləmək olur və bildiyim qədəri Abadda kokos, hətta desert unlar da var ki, onlardan da şirniyyatdır. İçində çox ləzzətlidir, həm də badam unudur. Qarabaşaq unu da bəli, istifadə eləmək mümkündür. Qarabaşaq ununu da mən dedim, bunların içində qarabaşaq unudur, qarğıdalı unudur və düyü unudur. Bu üç unu həmin çölyak xəstəliyi zamanı tam siz qorxusuz istifadə edə bilərsiniz. Və çölyak xəstəliyi nədir? Bu glutenə qarşı bağırsaqlarda, nazik bağırsaqlarda həssaslıq yaranır. Əslində bu anadan gəlmə bir prosesdir və həmin xəstəlik zamanı nazik bağırsaqlarda qidaların qana sorulması üçün bağırsaqlarda təbiətdən yaranmış bir xovlar var. Həmin xovların allergiya deməyək, bu qidaya həssaslıq zamanı xovların atrofiyası baş verir və o zaman bütün nazik bağırsaq boyu nazik bağırsağın özünün formasının dəyişikliyi baş verir ki, bu da bütün bədənə, yəni mineralların, vitaminlərin sorulmasını, yağların sorulmasının bütün hamısının qarşısını alır. Ona görə də onlara birbaşa glutensiz qidalar məsləhət görürlər ki, bu bağırsaq atrofiyasının qarşısını almaq üçün. Təbii ki, hər unun öz dadı var və dad məsələsi zövq məsələsidir. Hər kəsin bir ağız dadı var. Maraqlıdır Ömər bəy, illərlə bu işi görən bir mütəxəssis olaraq hansı un daha dadlıdır sizə görə? Mənə görə həm ən dadlısı, ən xeyirlisi elə tam buğda unudur ki, hamıya məsləhət görərdim ki, ondan istifadə eləsin. Düzdür, əgər hər hansısa bir səhhətində bir problemi yoxdursa, glutenə qarşı problemi yoxdursa, düzdür, indi glutensiz unlar daha keyfiyyətlidir, daha xeyirlidir. Amma gündəlik istifadə üçün tam buğda ununu məsləhət görərdim.
Bəs doktor, bu onların içərisindən orqanizmimizə ən faydalı olan hansıdır? Yəni birini seçəcək olsaq. Mən Ömər bəyin sözünə qüvvət. Axır vaxtlar Amerikada, axır vaxtlar deyəndə axır son 20 ildə low carb diet deyilən belə bir pəhriz növü var ki, hardakı tam buğda ununu ümumiyyətlə karbohidratları tam eliminasiya edib karbohidratları rasiondan çıxardırlar. Amma bu diyet Azərbaycana da gəlib və bəzi diyetoloqlar, nutrisioloqlar tərəfindən, bəzi gastroenteroloqlar tərəfindən təbii ki, bu diyetlər insanlara tövsiyə olunur. Amma bir şey unutmaq lazım deyil ki, bizim əsrlərdən gələn özümüzün milli mədəniyyətimiz var və coğrafiyamıza aid bəlli bir yemək mədəniyyətimiz var, yemək ənənəmiz var, bəli. Və bunu 5 ilin ərzində, 10 ilin ərzində birdən-birə dəyişmək mümkün deyil. Və bu diyetlərin təbliğ edilməsi də insanlar, mən düzdür, təbliğata böyük önəm verirəm və bizim özümüzün təşkilatımız da böyük işlər görür ki, sağlam qidanı təbliğ edək. Amma yəni insanların stres vəziyyətinə salmaq, tam buğda ununu mu ya başqa növ unları tamam insanları ondan məhrum etmək daha böyük psixoloji problemlərə gətirib çıxardır. İnsanları depressiya gətirib çıxardır. Və Nizami Gəncəvinin sözləri ilə desək, bir inci saflığı varsa da suda artıq içiləndə dərd verir o da. Yəni onu çörəyə də şamil eləmək olar. Mənə görə də ən dadlı tam buğda unudur. Yəni bizim bir genetik yaddaşımız var, qan yaddaşımız var. Biz ona öyrəşmişik. Bizim üçün ən dadlısı odur. Ona görə də az miqdarda yesək, onun nə artıq çəkiyə səbəb ola bilər, nə də başqa mədə-bağırsaq xəstəliklərinə. Və o ki qaldı hansı faydalıdır, biz bayaq bu söhbətə gəldik. Faydalı olan o mədə-bağırsaqda olan xəstəliklərə görə dəyişir. Məsəl üçün, mədənin və 12 barmaq bağırsağın xoraq xəstəliyində biz ancaq tam buğda ununu məsləhət bilirik. Yəni, əla növ unları tam buğda ununu məsləhət bilirik. Çovdar ununu məsləhət bilmirik, çünki mədədə turşuluğu artırır birbaşa. Əksinə, qəbizlik zamanı, şəkər xəstəliyi zamanı, diabet xəstəliyi zamanı çovdar ununu məsləhət görür. Çünki qanda şəkərin miqdarını tənzimləyir və liflərlə zəngin olduğu üçün bağırsaqların fəaliyyətini tənzimləyir. Və ona görə demək istəyirəm ki, həm bayaq verdiyiniz suala cavab verirəm, həm ağız dadına görə dəyişir. Hansı dadlıdır bu suala əgər cavab versək? Yəni, mənə görə mən cavab verdim, tam buğda unu ən dadlısıdır. Həm də xəstəliklərə görə dəyişir. Həm də bizim mətbəximizdə çörəyin öz yeri var. Bəli. Bizim toplum üçün çörək müqəddəsdir, çörəyə and içərlər, çörək kəsmişəm deyərlər, çörəyi tapdalama deyərlər. Çörək müqəddəsdir və bir xalqın əlindən bu çörəyi almaq, bəlkə də başqa bir xalqlar üçün, toplumlar üçün ciddi bir fərq olmaz. Amma Azərbaycan toplumu üçün çörəyi tamamilə ləğv etmək, bu ciddi həqiqətən depressiyalara səbəb ola bilər. Doktorumuzun da qeyd etdiyi kimi, qədərincə, ümumiyyətlə hər şey qədərincə yesək və aktiv bir həyat fəaliyyəti davam etdirsək, təbii ki, artıq çəkilərimiz də olmaz. Bizdə qidadan əlavə simvolik bir məna daşıyır çörək. Hədə simvolik bir mənası var, bəli. Bir dəyərdir bizim üçün. Bəli, dəyər. Və onu da qeyd edim ki, bir dəfə belə bir yazı oxumuşdum, Ömər bəy qeyd edirdilər ki, əvvəllər bizim nənələrimizin vaxtında təndirə çörək yapırdılar, elə deyirlər. Misal üçün, kündələr bəzən düşürdü, yapışıb qalmırdı. Gluten bol elədikcə artıq o təndirə də çörəklər daha yaxşı divarına yapışır, möhkəm qala bilir. Təbii ki, sevinir indiki xanımlar ki, nə yaxşı çoxu qalır, düşəni az olur, xarab olanı az olur. Amma gluten sağlamlığımıza nə qədər zərərdir, doktorumuz da onu qeyd etdi. Nə baş verdi ki, unun tərkibinə bu qədər çox gluten daxil oldu, Ömər bəy? Məncə, hamısı marketinqin üstünə gəlib çıxır. Yəni, hər öz məhsulunu daha yaxşı təqdim eləmək üçün, məsələn, çörək zavodları, çörək pişirən pekarnələr deyək belə,
çörək sexləri öz çörəklərini daha keyfiyyətli göstərməkdən ötürü, belə yumşaq göstərməkdən ötürü bəlkə də bu yola getdilər, glutendən çox istifadə elədilər. Bayaq həkim deyir ki, məsələn, çörəyi biz çox yeməyək, yəni kökəlməyə gətirib çıxardır. Onu vurğulayaq ki, tam buğda ununun tərkibində məsələn liflər çox olduğuna görə o toxluq hissi yaradır. Yəni tez-tez acan insanlar rafinə olunmuş unlardan çörək yeyib tez-tez acırlarsa, tam buğda unundan çörək yeyəndə yəni o vərdişlərdən əl çəkə biləcəklər. Yəni gec-gec acacaqlar o liflərin sayəsində. Yəni acıma gec baş verir. O da yəni artıq çəkinin də qarşısını alır. Həkim demişəm diabetin qarşısını 30% alır. Bunu yəni internet resurslarından da öyrənə bilərlər, oxuya bilərlər. Həm arterial təzyiqi normalda saxlayır, həm mədəyə xeyirdir, bağırsaqlara xeyirdir, yəni hər şeyə xeyirdir. Ona görə də o nə qədər gözəl olsa da o glutenli çörəklər yenə də biz gərək tam xeyirlisini seçək. Məsələn, bu qara unu mənə çox sual verirlər. Abadın özündən də mənə sual verdilər ki, bu qara undan biz çörək düzəltmək istəyəndə, çörək bişirmək istəyəndə buna maya qatılanda şişmir, yəni. Onlara sonradan mən də onu əvvəllər bilmirdim. Sonra öyrəndim ki, bu şişməməyin səbəbi tərkibində o kəpəyin olmağıdır. Yəni, o kəpək onunla bir yerdə üyündüyü üçün kəpək o gluteni bir növ neytrallaşdırır deyək. Ona görə o qara unu, bu tam buğda ununu kim ki evdə bişirirsə çörəyi, özləri də yəni müşahidə edə bilərlər ki, ona maya qatıldıqda çörək yaxşı şişməyəcək. Yəni məcburiyyət qarşısında maya qatmaq lazım deyil o zaman. Maya deyəndə biz acı xəmirə deyirik də. İndi təbii mayalar var. Məsələn, noxuddan alınır, almadan alınır. O vaxtı keçmişdə biz balata deyirdik. Bəli. Bəli. O indi bəzi evlərdə o balata da var. Quru maya var, yaş maya var, düzdür? Bəli. Siz dediyiniz yaş mayadır həmin. Biz elə bil ki, o balata elə bil ki, xəmirdən olurdu. Xəmir kimi, o köhnə xəmirdən saxlanılırdı. Onu əlavə edirlər. Keçmişdə analarımız, nənələrimiz. Amma indi noxuddan, almadan bəzi vasitələr var ki, ondan yəni maya almaq olur. Təbii maya almaq olur. Təbii maya. Bir də bizim cəmiyyətimizdə belə bir təsəvvür var ki, qara çörək kimi tanıyırıq. Rəngi qara olduğuna görə deyirlər qara çörək daha faydalıdır, daha sağlamdır və kökəltmir. Buna da aydınlıq gətirərdiniz, doktor. Həqiqətən belədir qara çörək. Qara çörək deyiləndə mən əslində bilmirəm Hansı çörəyi nəzərdə tuturlar. Əslində burada fikirlər çox müxtəlifdir. Qara rəngdə, Çünki qara rəngdə rəfdə qara rəngdə çörəklər mən olur. bildiyim qara çörək çovdar çörəyidir. Əslində çovdar çörəyi bayaq dedim. Əgər çovdar çörəyini bir 12 barmaq bağırsağın və mədə xoralı xəstəyə versək, yəni çox ciddi fəsadlar ala bilərik. Tamam əks göstərişdir. Bir qara çörəyi bir xoralı və ya qastritli xəstəyə məsləhət görmək. Ancaq qara çörəyi əgər məsələn qəbizliyi olan bir xəstəyə məsləhət görəriksə, burada daha yaxşı sonuçlar ala bilərik. Yəni bağlıdır xəstəliyə, bağlıdır insanın vəziyyətinə, şikayətlərinə. Hər şey individualdır. Amma sizin bəli, mütləq şəkildə individual yanaşmaq lazımdır. O ki qaldı çəkiyə, yəni onu da deyim ki, hər şey qədərində gözəldir. Bayaq dediyimiz kimi tam buğda unu çox gözəl toxluq hissini stabil saxlayır gün ərzində. Yəni səhər bir dilim məsəl üçün tam buğda ununun çörəyini yeməklə, yəni gün boyu bəlli bir saat, məsəl üçün 5 saat biz 4-5 saat ərzindən bir qidalanmalıyıq. 4-5 saat müddətində siz o toxluq hissini stabil saxlaya bilərsiniz. Həm də sorulması, qana şəkərin sorulması da, qlukozanın sorulması da çox yəni az baş verdiyi üçün qanda şəkərin də miqdarı tənzimlənir. Bəs bu, biz giririk mağazalara, Ömər bəy, baxırıq ki, çörək misal üçün bölməsinə giririk. Baxırıq ki, rəfdə dümağ çörəklər də var, bir də rəngi qara olan çörəklər də var. Çox adam heç bilmir onun tərkibi nədir, elə qara çörək kimi tanıyırlar ki, elə qara çörəkdə deyirlər. Çovdar unun rəngi təbii ki, qaradır. Yenə başqa bir fikirlər də dolaşır ki, o əslində ağ undur, rəng qatıb qara eləyirlər. Bu haqda bir məlumatınız varmı, Ömər bəy? Məsələn, mən bu un istehsalçısı kimi deyim ki, məsələn, buğda əgər buğdanın rəngi nədirsə, məsələn, biz bu tam buğdanı üydəndə, məsələn, bu unu almışıq, göz qabağımızda bu rəngi görürük. Bundan çörək bişirəndə, yəni müəyyən bir həddə qədər qara olur da. Biz marketlərdə ara bir rastlaşırıq, çox rastlaşırıq, zil qara, qapqara çörəklər. Yəni
Çox abartılar, Bəli. yəni. Bu buğdadan, undan başı çıxmayan insanlar, yəni nə qədər çörək qara olsa elə bilirlər ki, bir o qədər də o xeyirlidir. Yaxşıdır. Bəli, amma bu buğdanın da müəyyən bir həddə qədər qaralığı var Yəni da. təbii buğda heç vaxt Qapqara olmur. qapqara ola bilməz. Qapqara ola bilməz. Yəni əgər tünd qara çörəklər, Tünd qarası da bir əmması var. mütləq orada nəsə bir rəngləndiricidən mi deyim, Rəngləndiricidən. dadlandırıcıdan istifadə olunub, o da ziyanlı bir şeydir. Yəni biz əslində alanda həqiqətən belədir. Düşünürlər ki, nə qədər çox tündürsə, o qədər yaxşı xeyirli. çovdar çörəyidir. Amma mütəxəssis nə deyir? Əziz izləyicilər, heç bir təbii buğdanın unu o qədər qara ola bilməz. Bəli, zirvə. Çox qaradırsa, demək ki, rənglərdən istifadə olunubdur. Rənglərdən istifadə olunursa, sağlamlığımıza nə qədər zərəri ola bilər, doktor? Nə qədər qatqısı çox olarsa? Təbii ki, nə qədər qatqı az olsa, o qədər yaxşıdır. Süni rəngləndirici, bəli, süni rənglənmə də ziyana da fərq var. Yəni hətta mən belə deyərdim ki, zəhərlənməyə qədər gətirib çıxarda bilər süni həmin rəngləndirici maddələr. Bəli, təbii ki, süni əgər rənglendirici qatılıbsa, mən əminliklə deyirəm ki, zəhərlənməyə belə gətirib çıxarda bilər. Ona görə də çox ehtiyatlı olmaq lazımdır. Misal üçün, burada hazırda masamızın üzərində çox kiçik-kiçik belə görürük, kiçik miqdarda görürük unları. Bəzən isə çox böyük olur. Məsələn, 5 kilo, 6 kiloluq unlara da rast gəlirik. Deyək ki, 5 kilo, 6 kiloluq bir un paketini almışıq, evdə saxlayırıq. Ev şəraitində doğru qaydada necə saxlamaq lazımdır unu? Sərin yerdə saxlamaq lazımdır. Paketlərin üzərində də qeyd olunub. Yəni nisbi rütubəti çox rütubətli olmayan yerlərdə sərin yerdə saxlamaq lazımdır. İkincisi də təbii unlar tez xarab olur. Yəni təbii olduğu üçün tez xarab olur. Məsələn, bizim unların hamısının üzərində saxlama müddəti yazılıb. Heç birisinin üzərinə 6 aydan artıq saxlama müddəti yazmamışıq. Yəni çünki tez xarab olma ehtimalı var. Nəyə görə ki, təbiidir. Amma o birisi unları, o rafinə olunmuş unları illərlə saxlasanız da elə bil ki, xarab olmur. Ona görə yəni birdən isti bir yerdə qalarlarsa tez qurtlanma baş verə bilər. Çünki tərkibində un təbii olduğu üçün, bu da təbii olduğu üçün canlı mikroorqanizmlər mövcuddur. Yəni tam rafinə olunmayıb. Ona görə biraz ehtiyatlı saxlamaq lazımdır, sərin yerdə saxlamaq lazımdır, tez xarab olmasın deyə. Son sualla da söhbətimizi yekunlaşdırmaq istəyirəm. Un istifadəsində, un məmulatlarının istifadəsində nələrə diqqət etməliyik? Qeyd etdiniz ki, bəli, normal miqdarda əgər çörək yesək tam buğda unu, o bizim hətta kökəlməyimizə belə kökətməz, problem yaratmaz. Başqa nələrə diqqət edək, doktor? Misal üçün, çox şirniyyat sevən adamlar var, həddən artıq sevən adamlar var. Çörəyi çox sevirəm, çörəksiz yemək yeyəndə sanki doymuram deyən adamlar var. Yarım çörəyi, bir çörəyi bir dəfəli yeyirəm deyən adamlar olur. Un olsun, un məmulatları, çörək olsun, digər un məmulatları olsun, fərqi yoxdur. Gün ərzində yediyimiz zaman nələrə diqqət edək? Bunun bir qızıl ortası varmı? Bəli, qızıl ortası var. Əslində hər şeyin qızıl ortası lap yaxşıdır. Mən tövsiyə eləyərdim ki, həmişə etiketlərə baxsınlar. Bütün insanlar aldıqları zaman, bəli, etiketlərin üstündə glikemik indeks deyilən bir yazılar olur və glikemik indeksdən başqa glikemik yük deyilən bir göstərici də var ki, o da çox ciddi bir göstəricidir. Yəni, nə qədər insan bədəninin qanın şəkərlə yüklənməsini göstərir. Onların arasında bayaq biz dediyimiz qarabaşaq unudur, sonra yulaf unudur, bunlardan kokos unudur və badam unudur. Bunların çox rahatlıqla alıb istifadə eləyə bilərlər, hansı ki, abadını mən görürəm. Burada stolun üstündə var. Onlardan çox rahatlıqla istifadə edə bilərlər. Həm əsas yeməklərdə, həm desertlərdə istifadə edə bilərlər. Və mən özəlliklə bu unların tərkibində E vitamini var ki, bunlar da bəlli bir yaşdan sonra qadınlarda və kişilərdə menopoz, andropoz zamanı çox böyük etkiləri var, çox böyük onların təsirləri var, bəli, ki, insan bədəninin sağlamlığın bərpa olmasında çox böyük faydaları var. Və bunları tövsiyə edirəm. Qızıl ortanı saxlamaq şərti ilə bir də əgər kökəlməyə qarşı çox həssasdırlarsa, artıq çəki yığmaq və genetik
bu bir genetik problemdirsə, ya başqa bir hormonal problemləri varsa, mütləq şəkildə karbohidrat qəbul eləyərkən, ya un məmulatları qəbul edərkən, əgər çox sevirlərsə, ya birinci zülal yeyib üstündən karbohidratları qəbul etmək, yəni məqsədə uyğun olar. Çox sağ olun. Ömər bəy, indiyə qədər hələ də abadçı olmamış istehsalçılara nə tövsiyə edərdiniz? Niyə abadçı olsunlar? Abadın özü, abad sözünün özü ailə biznes asan dəstək xidməti qısa olaraq abad özü bir marka deməkdir. Yəni abad özü bir keyfiyyət nişanəsi deməkdir. Yəni mən öz məhsullarımdan bilirəm ki, nəinki un, başqa digər abadın məhsulları çoxdur. Yəni tam əminliklə mən onu deyə bilərəm ki, abadın nəzarəti o qədər güclüdür ki, həm abadın, həm qida təhlükəsizliyinin, yəni burada başqa keyfiyyətsiz bir məhsuldan söhbət gedə bilməz. Ona görə yəni abad məhsullarını alsınlar, abada müraciət eləsinlər. Təzə ideyalar, abadçı olsunlar, bəli. Elektron qaydada müraciət etmək olur. Əgər biznes planları uğurludursa, inkişaf edə biləcəklərsə, yəqin ki, dəvət edəcəklər. Onlar da bizim kimi abadçı ola biləcəklər. Mən bildiyimə görə abadçıların sayı da artıq 1000-ə yaxınlaşır. Az deyil, yəni respublikamızda 1000-ə yaxın abadçı ailəsi var. Baldan tutmuş hər bir yəni məhsullar istehsal edilir. Çox keyfiyyətli məhsullardır. Ona görə yəni abadçı olmağına dəyər. Gəldiyinizə görə təşəkkür edirəm hər ikinizə. Əziz tamaşaçılar, bizim qonaqlarımız abadçı Ömər Paşayev və qastrentoloq Leyla Məmmədli idi. Efirimiz isə davam edir.